Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin bil kasimi Muhammedinil Mustafa ve aleyhi tahirin. Allahümme salli ala Mövzumuz İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan hədisdə idi. Deməli, hədisin mətnində insanların Qurana nisbəti və yaxud belə deyək də, insanlar və Quran 4 qismə bölündü. Birinci qism budur ki, imanı var, Quranı yoxdur. İkinci qism əksi, Quranı var, imanı yoxdur. Üçüncü qism həm Quranı var, həm imanı var. Dördüncü qism nə Quranı var, nə də imanı var. Həmən bu 4 qismi bənzətmək olar meyvəyə. Məsələn, nə Quranı var, nə imanı, bu xarab olmuş bir meyvədir. Nə dadı var, nə də ətri. Həm Quranı var, həm imanı var. O bir meyvədir ki, həm dadı var, həm ətri, həm də görkəmi. Baxanda insanın ürəyi açılır. İmanı var, Quranı yoxdur, forma var, amma ətri, dadı yoxdur. Quranı var, imanı yoxdur, bu da həmçinin. Forma var, amma ətri, dadı yoxdur. Qeyd elədiyim kimi, Quranın şəxsdə olması üçün 3 əsas mərhələ tələb olunur. Birincisi, onu oxumaq. İkincisi, onu başa düşmək, üçüncüsü də ona əməl etmək. Müsəlman dairəsindən kənara çıxmayaq. Peyğəmbər zamanından və sonraya. Məsələn, Peyğəmbər zamanında Uhud müharibəsində və digər müharibələrdə Peyğəmbər bir hərbi döyüş planı olaraq müəyyən adamları müəyyən yerlərdə yerləşdirir. Deyir, sən burada ol, sən burada ol, filan kəslər meydanda olsun, filan kəslər belə olsun, mənlə olsun, filan kəslər filan kəslə olsun. Amma döyüş əsnasında görürsən ki, özbaşınalıq baş alır, gedir. Bax, məsələn, müharibələrin birində Peyğəmbər müəyyən dəstəni bir boğaz kimi bir yer olur. Belə deyək də, bir var düşmənlə üz-üzə, bir də arxadan gələcək bir dəstə, Uhud müharibəsi. Peyğəmbər müəyyən səhabələrə əmr eləyir ki, qələbə çaldıqda, məğlub olduqda, mənim sizə göstərişim gəlməyincə buradan tərpənməyin. Və Quranda da ayə var. Allah Taala açıq-aşkar buyurur ki, Allah və Rəsulü bir məsələdə qəzavət elədisə, hökm çıxartdısa, mömin və möminə, hər ikisi qeyd olunur, ixtiyarları əllərindən alınır. Yəni, bu o deməkdir ki, sən seçim eləməyə ixtiyarın yoxdur. Allah və Rəsulü hökm çıxartdısa, o hökmün müqabilində sən özünə digər bir seçim eləyəsən, o yol verilməzdir Quranla. Bax, məsələn, biz Əhl-i Beyt əqidəsində deyirik ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki, mən mühacir və ənsardan nədir? Razıyam. Mühacir və ənsar da Peyğəmbərin səhabələridir. Allah onlara rəhmət eləsin. Onlar olmasaydı, din bugünkü günə qədər gəlib çatmazdı. Kafirlərlə döş-döşə, sinə-siniyə, üz-üzə gələn hələ Peyğəmbərin nədir? Səhabələri olub. Dinimizi hələ onlar yaşamasında böyük rolu olub. Canları ilə, malları ilə insanlar Allah yolunda özlərini qurban veriblər. İndi bu ayə bütünmü səhabələrə adiyyəti var, ya yox? Deyirik ki, xeyr, əksəriyyətə adiyyəti var, az bir hissəyə adiyyəti nədir? Yoxdur. Niyə yoxdur?
Deyirik çünki Quranda Quran bir-birini təkzib eləyə bilməz. Bir ayə digər ayəni təkzib eləyə bilməz. Allah bir ayədə desin ki, mən mühacir və ənsardan razıyam, amma din tarixində və Quran ayələrində də nümunələr var ki, Allah bəzi səhabələrdən razı deyil. Bax, məsələn, Vəlid ibn Uqba adında səhabə olub. Həmən bu səhabə həm səhabələr arasında ədalətsiz tanınırmış. Məsələn, gəlir Həzrət Əli əleyhissalamın qabağına, bu kəlam da etibarlı kəlamdır. Yəni, belə deyək də, zəif, əsassız bir kəlam deyil. Gəlir Həzrət Əli əleyhissalamın qarşısına, cəmaatın içində başlayır özünü tərifləməyə ki, məzmun belədir ki, mən səndən şücaətliyəm. Nizəm sənin nizündən itidir, oxum sənin oxundan dəqiqdir, zərbəm sənin zərböndən güclüdür. Yəni, mənlə özü tay eləmə. Vəlid Həzrət Əli əleyhissalama belə bir söz deyir. İndi siz gözləyirsiniz ki, Həzrət Əli əleyhissalam əsəbləşəcək və yaxud adamın üstünə bir əl-qol atacaq, filan eləyəcək ki, sən niyə belə deyirsən, niyə belə oldu filan. Həzrət Əli əleyhissalam bu Quran ayəsini deyir buna ki, möminlə fasiqi bərabər tutmayın. Sən fasiqsən. Və bunun haqqında da ayə budur. Əgər fasiq sizə bir xəbər çatdırsa, onu neyləyin? Araşdırın. Bu, münafiq kafirin haqqında nazil olmayıb. Vəlid adında Peyğəmbər səhabəsinin haqqında nazil olub. Ayə nazil olub və işlədilib. Məsələn, Həzrət Əli əleyhissalam qeyriləri Vəlidə fasiq gözü ilə baxırmışlar. Yəni, Vəlid və başqa bir səhabə gəlib desələr ki, biz səmada ayı gördük, bu şəhadət qəbul olmayacaq. Niyə? Çünki şahidlərin biri fasiqdir. Yəni, ədalətsiz. Onun hər hansı bir məsələdə şahidliyi qəbul deyil. Və yaxud digər bir səhabə, Rabi'a İbn Umayyə İbn Xələf elə dalı var. Rabi'a adında bir səhabə. Bu adam Peyğəmbər zamanında olub səhabə. Əbu Bəkirin dönəmində 2 il, 6 ay, 7 ay olub səhabə. Ömərin xilafətin dönümündə də olub səhabə bir müddət. Bu səhabənin bir problemi olub. Yəni, vəzifə pərəst olmayıb, dünya pərəst olmayıb, qadın şəhvəti olmayıb, bir problemi olub, yaxşı içən olub. Yəni, adam içkini atmayıb. Nə Peyğəmbərin dönəmində, nə Əbu Bəkirin dönəmində, nə də Ömərin dönəmində. Ömərin dönəmində bu işin üstü açılır ki, bu adam gecə-gündüz, yəni dəm, sərxoşdur, piyandır. İşin üstü açılır, xəlifə qalır belə ki, bir qərar qəbul eləməlidir. İndi səhabədir deyə cəmaatın namusuna toxunsun, donuz əti yesin, rüşvət alsın, olmur. Bir tədbir görülməlidir. Tədbiri də belə olur ki, həmən bu Rəbi'a adında səhabəni sürgün eləyir, hara? Xeybərə. Yahudilərdən alınan və qəsb olunan həmən o yerə. Orada yaşayış da olub. Mədinədən uzaqdır, amma Mədinənin ərazisi sayılır. Get Xeybər qalasında Mədinəyə girmə. Belə bir sürgün hökmü çıxardır. Allah razıdır axı bu adamdan. Bu da Allahdan razıdır. Gəlir Xeybərə, görür ki, yox, Xeybərin o şəraiti alınmayacaq da. Bu, yəni, belə deyək də, restoran yox, filan yox, harda içəcək bu. Gedir qoşulur Rumlulara. İslam dinini tərk eləyir, olur xristiyan. Hələ belə də yazılır. Tanassara və ləhəqə bi Herqil. Herqil o Yunanların padşahlarına deyilən adlardır. Yəni Allah bu səhabədən razıdırsa, onda hamımız cənnətliksiniz. 100%. Nə inirsiniz eləyin? Yəni içir, mürtəd olur, müsəlman ola içir, Peyğəmbəri görüb,
Əbu Bəkiri görüb, Öməri görüb, Osmanı görüb, Əlini görüb, hamını görüb, haram olduğunu da 100% bilir və sürgün olunur. Niyə məni sürgün elədiniz? İslamdan imtina eləyir, adam mürtəd olur və xristiyanlara qoşulur, son nəfəsinə qədər də orada qalır. Deməli, ən sağlam əqidə budur ki, 100 səhabədirsə, onun 100-ünə də ədalətli demək Quranla və İslam həqiqəti ilə nədir? Uyğun gəlmir. Çünki Peyğəmbərdən sonra şəxs dinindən döyünüb xristiyan olur. Hətta Peyğəmbər zamanında da belə Peyğəmbəri atıb, gedib kafirlərə təzədən qoşulan mürtəd səhabələr olub. Özü də Quran yazan səhabələrdən. Hər halda sağlam əqidə budur ki, 1% ədalətli hesab eləmə, əksəriyyəti ədalətli hesab elə. Onlar olmasaydı dinimiz olmazdı. Onlar olmasaydı Peyğəmbər nə Məkkədə, nə Mədinədə İslamı yaya bilməzdi. Düzdür, möcüzə ilə Peyğəmbər çox şey eləyə bilərdi, amma möcüzənin dadı olmur, təsiri olmur. Elə bir nəfər gətirir sənə, küllü miqdarda pul verir. Sən onu necə xərcləyəcəksən? Nə tər gəldi? Niyə? Çünki zəhmət çəkməmsən axı. Amma zəhmət çəkib, əziyyət çəkib, 1000 manat qazansan, onu heç, belə deyək də, öz canına xərcləməyəcəksən, evladlara və daha gərək belə bir sözlər deyəcəksən özündə. Özüə qıymayacaqsan, yaxınlarına nədir? Amma bir nəfər gətirib sənə zəhmətsiz pul versə, sən onu rahatçılıqla hara getdisinə heç belə baxmayacaqsan. Salavat göndərək Peyğəmbərimizə. Qaydağın mövzumuza. Yəni, imanı var, Quranı yoxdur, imanı var, ya hər ikisi var, ya hər ikisi yoxdur. O insanı müəyyən şəkilə salır. Yəni, bu 4 halın 4-ünü də əgər bir nəfər meyvə ilə çəksə, fərqli şəkillər ortaya çıxacaq. Və çalışmaq lazımdır ki, həm iman olsun, həm də nədir? Quran olsun. İndi Quran olsuna 3 misal gətirək ki, adamın Quranı var ya yox. Yəni, iman dedikdə imanın yüngül və zəif formasını götürürük. Əşhədü ən la ilahə illallah Muhammed Rasulullah. Adam iman gətirdi. Adam neynədi? İman gətirdi. İndi adamın Quranı varmı ya yox. Deməli, Ər-Ra'd surəsi 25-ci ayəyə nəzər salaq. Bismillahirrahmanirrahim. Vəllezîne yenqudûne ahdallah min ba'di mîthâqihi. Ayədə müxtəlif həqiqətlərə Allah Taala işarə edir. Yəni Quran olmaq bu deməkdir. Yəni adamın imanı var, kəlmə-i şəhadətini gətirdi, ən zəifini deyir, amma iman mövzusu da ağır məsələdir. Bayaq ayə qeyd elədim, Allah və Rəsulu hökm çıxartdısa, sənin ixtiyarın silinir. Elə bir sənin lüğətnamündə ixtiyar kəlməsi olmur. Ki, yox, qoy mən də belə məsləhət görürəm ki, belə olsun. Allah və Rəsulu deyir, burada olun, udduqda, uduzduqda burada olun. Amma Peyğəmbər ola, ayə ola, yenə də müsəlmanlar seçim eləyirdilər. Haramın da müqabilində, Peyğəmbərin əmrlərinin də müqabilində seçim eləyirmiş ki, məsələn, mən içirəm, özümü düz aparıram. Deməli, mənə olar. Və yaxud mən rüşvəti alıram, kasıblara paylayıram. Və yaxud, yəni bir seçim eləyir. Allah və Rəsulu hökm çıxardır, o hökmün müqabilində şəxs də özü üçün bir neynir? Hökm çıxardır və onunla da dinin yaşayır, namazını da qılır, vaxtını keçirmir, oruc, plan, hər şey yerində. Amma seçim, o Quranı olanın seçimi olmur.
Yəni Quranın varsa, deməli o ayəyə sən əməl eləyirsən. Allah və Rəsulu hər hansı bir məsələdə hökm çıxartdısa, möminatın ixtiyarı silinir. Hətta ayədə də aşkar qeyd olunur ki, kim özünə bir seçim eləsə, açıq-aşkar zəlalətdədir. Açıq-aşkar zəlalət. Dalalin mubin. Adam namaz qılır, oruçdur, amma hardadır? Dalalin mubindədir. Bəs Allahu Ekber, Subhanallah, Elhamdülillah, oruc, namaz, iman var, Quran yoxdur. Quran var, iman nədir? Yoxdur. Deməli, ayədə Allah Teala buyurur ki, o kəslər ki, Allahla əhd bağlayıb. Allahla neyniyib? Əhd bağlayıb. Əhd bağlandıqdan sonra onu neyniyib? Pozub. Məsələn, ağacın altında Peyğəmbər səhabələri Allah əksəriyyətindən razı qalsın, neynəmişdilər? Əhd bağlamışdılar. Və o əhddə belə yox. Əşhədü ən la ilahə illallah, Muhammed Rasulullah və biz elə yox. Ölümə. Ölüm. Biz şəhid olmağa Allahla öz aramızda buradan inirik, Peyğəmbərin əlinə əl basaraq beyət eləyirik. Yəni ağacın altında nə olub? Bu olub. Başqa heç nə olmayıb. Allah Qurandakı buyurur, ağacın altında beyət elədilər, filan elədilər, tərifləyir, filan eləyir. Neynədilər orada? Peyğəmbərə beyət etdiyi ölümə. Yəni ölüm nə deməkdir? Yəni döyüş zamanı geriyə heç kim neynəməyəcək? Addım atmayacaq. Atanlar oldu? Oldu. Məsələn, Xeybərdə Peyğəmbər müəyyən şəxsə bayrağı verdi ki, get, qalanı neynə? Fəth elə gəl. Adam ölümə getmədi, qayıtdı. Peyğəmbər ona deməmişdi qayıt. Bir ayəni oradan pozdu, bir ayəni buradan pozdu. Peyğəmbərlə ağacın altında sən nəyə beyyət eləmişdin? Şəhid olmağa beyyət eləməmişdin. Niyə qayıdırsan? Sənə deyilib qayıt. Və sən orada dediyini pozdun ya pozmadın? Olmur da. Deməli, adamın Quranı yoxdur. Adamın Quranı yoxdur. O kəslər ki, Allahla bağladığı əhd peymanı poza. Və yəqta'un mə əmərəllahu bihi ən yusalə. Və birləşdirilməsi Allah tərəfindən əmr olunan şeyləri kəsələr. Birləşdirmə nədir? Hədislərdə bu silətur rahim kimi təfsir olunur. Yəni, qohumluq əlaqələrinin qırılmaması. Evlad və ata-anasının münasibəti, bacı-qardaş, qardaş-qardaş, əmi, dayı, yaxın qohumlar ki var, bu ayənin içindədir. Allah əmr edib ki, bağlar möhkəm olaraq nədir? Qalsın. Amma müəyyən adamlar onu neynir? Yaqta, kəsir. Allah belə də buyurulur. Birləşdirilməsi əmr olunur, amma adamsa onu birləşdirmir. Birləşmişi neynir? Kəsir. Sən mənim atam deyirsən. Sən mənim anam deyilsən. Siz mənə neynəmisiniz? Yəni, belə deyək də, buna görə nəsə oluna ki, ata olsun ata, ana olsun nə? Ana. Bax, məsələn, indi yaşadığımız ən böyük problemlərdən biri budur hal-hazırda. İndi onun mənşəyi hardandır, niyə bu həddə gəlib çatmışıq? Onu gərək oturub, belə deyək də, bir müəssə araşdırmalıdır ki, niyə xalq bu gündədir? Evlənməmək və boşanmaq. Evlənmək yoxa. Evlənməməyin sayının artması və boşanma sayının artması. Evlənməmək, mən 10-11 ildir eşidirəm də, məsələn, ana gəlir, ata gəlir, bacı gəlir, qardaş gəlir yanıma ki, oğlum evlənmir, qızım evlənmir, qardaşım evlənmir, bacım evlənmir. Danışdırıram bunları və bunlardan mən məlumat toplayıram, özümdə təcrübə yaranır. O təcrübənin nəticələrindən də biri budur. Qızdırsa,
oğlanın ata-anası ilə bir yerdə qalmaq istəmir. Əlavə ev istəyirəm. Atası, anası kirayədə qalır, heç öz evləri yoxdur. Qızın atası, anası kirayədə qalır. Heç öz evləri yoxdur. Əlavə ev istəyirəm. Niyə? Problemlər olacaq. Qaynana, qaynata müdaxilə eləyəcək. Təbii ki, onlar müdaxilə eləyəcək. Çünki sən indi gəlmirsən, bu ana 40 ildir bu evi idarə eləyir. 40 ildir evin xanımıdır. Ata da ağasıdır. Sən gəlmirsən, təzə səliqə yaratmaq istəyirsən. O səliqəni də bu ana ilə alınmayacaq. Gərək özünün müstəqil evi olsun ki, oradan neynəsin? Öz səliqəsini yaratsın. Məsələn, nümunələr var məndə, kifayət qədər. Hətta ayrılmalar, filanlar hamısı neyin üstündədir? Oğlanın ata-anası bunlarla bir yerdə qalır. Hətta imkanlı ailə də tanıyıram, çox imkanlı. Qızı almazdan öncə belə bir xəbərdarlıq eləyiblər qız evinə. Ki, bizim pulumuz, malımız var. Harada istəsək ev də alarıq, bağ alarıq, filan eləyər, amma bizdə adətdir. Biz böyük bir ev alırıq, bir yerdə yaşayırıq. Elə bir mərtəbəni götürürlər, elə təmir eləyirlər ki, hamı bir-birinin üzünə qapı açır. Neçə otaq istəyirsən? 3? 3-ü sənin, 4-ü sənin, 5-i sənin və s. axı. Amma ata-ana orada olur. Bizdə belədir. Verirsiniz bu şərtlə qızı, tamam. Verdilər, sonra qız razılaşmadı, ailə dağılmasın deyə başqa bir ev aldılar. Niyə? Çünki qız özü səliqə yaratmaq istəyir. İmkan da oldu, belədir, imkan da olmadı. İndi səbəb nədir? Niyə axı o qaynana, qaynata evliliyin qarşısını alan bir amilə çevrilib? İndi çevrilib, qabaq belə deyildi. İndi evliliyin qarşısını alan amillərdən də biri nədir? Qaynana, qaynatadır. Yəni, ay pulu yoxdur, varı yoxdur, imkanı yoxdur, işi yoxdur, gücü yoxdur. Yox, bunlara baxılmır. Bunlar soranın işidir. Qaynana, qaynata varsa artıq problem nədir var? İndi Quranla, dinlə bu məsələyə yanaşanda necə olur? Görürük ki, yox, Quranda Allah Teala buyurur ki, ya ata, ya ana, ya hər ikisi evladın yanında neynir? Qocalır. Yəni, ata-ananı, evladın atmağa ixtiyarı yoxdur Quranla. O, evladın yanında neynəməlidir? Qocalar evində qocalmamalıdır. Evladın evində qocalmalıdır. Kimin Quranı var? Heç kimin. 2 qardaşdırsa, qardaş ata-ana ötürür o birisinə ki, yaşlı adamdırlar da, ulan nazı ilə oyna, üst başları, bunların təharəti, filanı, osu, busu bizim xanımın başı götürmür. Güya birisinin başı götürür. Ötür-ötürdür. Yəni, belə deyək də, mal bu kişinin, mülk bu kişinin, indi bu kişi o günə qalıb ki, evladlar onu ötürür, ona buna. Yaxşı hökumət bu qocalar evi açıb. O rüsvayçılığı daha da artırardı ki, küçədə, ata-ana küçədə, parkda. Skamyada yatır, skamyada durur. Onu kim fikirləşir? Kim fikirləşir ki, xəstələnəcəm? Təbii ki, fikirləşmək lazımdır. Və məsələn, dində heyvanlardan misallar çəkilir. Müsbətə və mənfiyə. Müsbətə və mənfiyə. Məsələn, mömini Əhl-i Beyt bənzədir bal arısına. Yediyi pak və bədəninin tullantısı da nə? Pak. Yəni, mömin o qədər pak olmalıdır ki, ondan mənfi və yaxud zərərli bir şey nədir? Gözlənilməlidir. Yəni, yenə də qaydırıq həmən bu məsələyə. İmanı var, Quranı nədir? Yoxdur. Quranı var, imanı nədir? Yoxdur. Yəni, şəxsin həm imanı olmalıdır, həm də Quranı olmalıdır. İndi qaynata, qaynana, ailə qurmağın qarşısını alan, yəni yox cavabı
deyilən səbəblərdən biridir. Bu necə yarandı? Niyə belə oldu axı? Niyə məsələn gəlin və yaxud kürəkən qızın ata-anasına öz ata-anası gözü ilə baxmır? Məsələn, dünənləri hələ yanımda bir söhbət oldu otaqda. Deməli, oğlan gəlib, oğlan o qədər özünü gizlədib, qız evi aldanıb. Elə biliblər ki, ən yaxşı oğlan elə budur. Kombi xarab olub, bu bilib, deyib, mən özüm usta gətirərəm, filan eləyərəm. Bunlar deyib, nə yaxşı, elə heç nə yoxdur ortada, bu ailənin qayğısına qalır, çox yaxşı. Qızın böyük bacısı danışır buna. Oğlan gəlib, başlayıb evdə, belə deyək də, iç üzün qoymağa. Sən çıxma, sən belə elə, sən onu belə elə, qışqırmaq, eləmək. Axırda o kombi düzəldən özü şey deyib ki, ay qardaş, yəni qələt eləyib bura gəlmədi ki, mən çıxım gedim də. Ay çıx get, bunu qovub, onu qovub, böyük bacı otuzdurub gələcək kürəkəni, otur. Bu nə məsələdir, nə olub? Sən hardasan, özü harda istəyirsən? Bu tutulub ki, bu nə söz demək deyirsən? Deyib, sən bacımın yoldaşısan, kəbinlisisən, nişanlısısan, nəyisən? Siz elə bir dənə ad olub gəlmişsiniz ki, belə deyək də, bir hə cavabına. Bu nədir? Oğlan qayıdıb deyib ki, mən səhvi onda eləmişəm ki, əvvəldən mən yumruğumu stolun üstünə vurub sizi başa saldıydım, siz mənə indi hörmət eləyərdiniz. Deyib, nə yumruq, sən hansı dövrdə yaşayırsan, sənə kim nə dedi ki, sən yumruğu atmısan stolun üstünə? Yazıq usta sənin əlindən qaçdı getdi. Sən elə bizim heç kimimizsən. Bu kürəkən nə qızın bacısını bacısı hesab eləməyəcək, nə anasını, nə də atasını ata hesab eləməyəcək. Yenə də ata, ana, bacı evlənməyin neynədir? Qarşısını almağa bir səbəb oldu. Niyə bu günə qalmışıq? O gərək araşdırılsın və millət xilas olsun. Peyğəmbər və əhl-i beytinə salavat göndər.